Deputat seçildiyim Salyan Neftçala rayonlarında demək olar ki, qazlaşma prosesi başa çatmaq üzrədir. Orada ancaq bir neçə kənddə qazlaşma qalır və ümidvaram ki, növbəti ildə o da başa çatacaqdır. İşıq təsərrüfatının yenidən qurulması başlanıbdır, iş intensiv gedir. Salyan, Şirvan və Neftçalanın Zəngən, Qaraqaşlı yolların çəkişi başlanıb və orada işlər deməli fasiləsiz davam edir. Ümidvaram ki, üzümüzə gələn ildə o da üzümüzə gələnlə qədər o da başa çatacaqdır. Aprel ayının 2-dən 5-nə qədər Azərbaycana qarşı təxribat törədən erməni silahlı qüvvələrinə qarşı Azərbaycan ordusunun göstərmiş olduğu böyük qəhrəmanlıq və qısa zaman kəsiyində əldə etmiş olduğu uğurlar əlbəttə bizim gələcək qələbələrimizin əsasını qoydu, buna qətiyyən şübhə ola bilməz. Nə qədər ki, Azərbaycandan Ermənistanın son əsgəri çıxmayıbdır, bizim ordumuz silahını yerə qoymalı deyil. Bizim ordumuz bu qələbələri davam etdirməlidir və Azərbaycan işi olmuş bütün torpaqlarında Azərbaycan bayrağı dalğalanmalıdır. Azərbaycan xalqı ordu ilə bərabərdir. Azərbaycan xalqı, Azərbaycan ordusu və prezident. Bu üç fenomen bugün Azərbaycana və dünya nümayiş etdirdi ki, Azərbaycan güclü dövlətdir, güclü xalqdır və onun güclü ordusu var. Bütövlükdə Azərbaycana qarşı ermənilərin soyqırımı 3 əsrdən üzübələ davam edir. Biz bir xalq olaraq, dövlətimizlə, prezidentimizlə bərabər olaraq bu problemi nəhayət həll etmək üçün bütün iradəmizi ortalığa qoymalıyıq. Qarabağ ərazisində soyqırıma məruz qalan kəndlərin adı çəkilir. Lakin bununla bərabər Kəlbəcər rayonunda Xocalı qədər soyqırıma məruz olan Ağdaban kəndinin adı çəkilmir. Eyni zamanda ora Qazax rayonunun Barxudarlı, Sofulu, Bağanis ayrım kəndləri də eyni dərəcədə soyqırıma məruz qalıb. Mən istəyərdim ki, bu qərar layihəsində həmin kəndlərin adı çəkilsin. Mən hökumətdən çox xahiş edərdim ki, bütün bu qiymət artırımının davamlı olmasının qarşısını almaq, yaranmış situasiyadan istifadə edən mühtəkirlərin bu fəaliyyətinə son qoymaq üçün təcili və ciddi tədbirlər görməlidirlər və bu, məncə, qarşıda duran ən mühüm vəzifələrdən biridir. Ümumiyyətlə, dövlətçiliyin qorunub saxlanmasında və möhkəmlənməsində qızıl təbəqə deyilən orta sahibkarların inkişafı son dərəcə mühüm əhəmiyyət kəsb edir. Burada da müəyyən problemlər var. Ən müxtəlif səviyyələrdə maneçiliklər törədilir. Kiçik və